Esselamu Aleyküm ve Rahmetullah. Həqiqətən də 3-4 gün bundan qabaq bir qohumun cənazəsində iştirak edirdim. Orada bir Rafizi mollası durdu qəbri üstündə, qoymadı dəfn eləməyə, dindik gözlüyün, ona öyrətəcək məsələlərim var. Başladı ərəbcə ona dərs keçməyə. Səndən soruşacaqlar, dinin nədir, Rəbbin kimdir, Peyğəmbərin kimdir, bunları soruşacaqlar. Və sonra yenə o batil əqidə, 12 imamın kimdir, hamısının uzun-uzadı adını çəkir. İki sən onlara bunların hamısını deyərsən. Yəni həyatı boyu öyrənəmədiyi şeyləri 15 dəqiqə ərzində ona öyrətmək istəyir. Orada əsəbləşdiyim bir şey oldu ki, sonunda da deyir ki, əfəhimti ya fulənə, ey filan kəs, başa düşdünmü deyir. Bu necə başa düşdü? Bu birincisi ölüb. Bu sağ ikən Azərbaycanca başa düşməyib bu məsələləri. Bu öləndən sonra həm də eşitmədiyi halda, ölülər eşitmir. Uca Allah Quran-ı buyurur ki, innəkə lə tus'u mən fil qubur, sən qəbirdəkiləri eşitdirə bilməzsən deyir. Eşitmir. Yəni lap etiqad eləsin belə ki, bu eşitir. O sənin hardan başa düşür? Ərəbcə deyirsən ona. Bunu sağlığında Azərbaycanca başa sala bilməmişik. Bu öləndən sonra eşitmədiyi halda deyirsən ki, başa düşdün, o necə başa düşsün? Yəni xurafata getmək həqiqətən ağılsızlıqdır. İnsan ona görə dinini düzgün öyrənməlidir. Quranda və Peyğəmbərimizin sünnəsində, təmiz sünnəsində gələn hədisləri öyrənməlidir ki, bu ağılsızlıqlara, bu düşüklüklərə inanmasın.